etməli və Firstly, həmin o I kritik sayılmayan would like ask your opinions, your thoughts about the match and this about the critical Zalot goal. Well, it's a difficult game, of course, to come here so far from home and to play in this not an easy atmosphere with very nice fans. Go to 0 down and then to come back, like 2-1 and to keep attacking. Probably we deserve this equalizer, but also I only can say very, very good words about my team because I cannot say that the opponent really deserved this lead, so it's very disappointing to concede 2 goals away from home, but 2 amazing shots. What you can do, clap and say well done, and hope that we're not gonna give those opportunities at home. But then we came back, we scored our goal, and we kept pushing. We had some shots, we had set pieces, we had crossbar and disallowed goal. I didn't see the replay, but okay, VAR is there. I have to trust that they, if it was offside, it was offside. Nothing I can say about that anymore. But it's a 1 goal difference. I really believe that we still have a very, very good chance, to show what we can do in Baku. And now, as always, stay calm, stay confident, go back, recover, start to prepare and play even a better game at home. Əlbəttə ki, bizim üçün bugün çox çətin bir oyun oldu bu atmosferada, bu çətin atmosferada, bu gözəl azarkeşlərin qarşısında oynamaq çox çətin idi. Hesabda 2-0 geri düşdük və sonradan hesabı bərabərləşdik. Hesabda 2-1 oldu, amma biz 2-1 olduqdan sonra davam elədik, hücumlarımızı dayandırmadıq. Rəqibə təzyiq edən tərəf biz idik. Düşünürəm ki, artıq bu layiqli bir bərabərlik də əldə edə bilərdik. Bu layiq idi ki, bərabərlik qoluna vuraq. Ancaq öz oyuncuların barədə, öz oyunumuz barədə yaxşı sözlər deyə bilərəm. Düzdür, rəqib 2 möhtəşəm qol vurdu. Demək olar ki, 2 qapımıza zərbə və bu möhtəşəm qollarla fərqləndilər. Amma biz çalışacağıq ki, bugün fərqlənə bilmədiyimiz, əlimizə düşən fürsətləri, yerinə yetirə bilmədiyimiz fürsətləri evdə onları qollara çevirək. Düzdür, rəqibin vurduğu qol barəsində nə deyə bilərəm? Vurduğu qol barəsində hələ tik-taklarına baxmamışam. Burada VAR-a güvənmək lazımdır. Orada bilmirəm offside var idi yoxsa yox. Ona bir daha təkrar baxmaq lazımdır. Bir Çempionlar Liqasında bir gol fərqi, cüzi bir gol fərqidir və bizim evdə şanslarımız var və biz evdə çalışmalıyıq, sakit qalmalıyıq, inamlı bir şəkildə qalmalıyıq və nəyə bacardığımızı onu artıq evdə göstərməliyik. İndi hal-hazırda bərpa olunmalıyıq. Yaxşı bərpa olunduqdan sonra evdə bundan daha yaxşı şəkildə çıxış eləməliyik. Dediği gibi bir hesabı məlumat faciəvi hesab deyil. Yəni oyun planının az dəyişiklikləri etməyi düşünür və artıq Kupsan oyunda olduğu kimi bu oyunda da, yəni biz gördük ki, birinci oyunda bir qədər sanki komanda topa az gələnidi, rəqib topda daha çox idi. Bu nə ilə bağlı idi və ikinci hissədə artıq ikinci 12 komanda daha kəsərli oynayır. Bu komandanın oyun planının bir hissəsidir yoxsa? I think coach 2-1 it's not a tragedy score, and if we're taking into consideration, or if we're comparing this match with the Cups match, in this I think the same thing happened. In the first half we did not have a lot of possession of the ball, but in the second half we had a lot of possession of the ball. This is your part of your game plan, or? Well, I'm a little bit have to disagree. I think even in the first half we had nice spells of possession. We had, we played brave and we pushed the opponent back. Of course, they had probably more energy to press, and we needed, to correct some things at about half time. But I think we were okay even in the first half. I believe opponent scored, with 2 goals with 2 really great shots. Really, probably only 2 shots on target. They had, later, with 2-1 after our mistake, another chance. But apart from that, I think we coped very well. We coming away game in Champions League, playing against Danish champions. I think we were brave. We tried, to press, to dominate, and 1-0 down. But don't forget, that we have very little experience at that level.
and a lot of players playing first time in this competition. And I think, you know, like is only the lessons we can take, and the only improvement can be made after a game like this. Mən bir balaca sizinlə razı deyiləm bu barədə, çünki düşünürəm ki, birinci hissədə də elə topa sahib olan tərəf biz idi. Rəqib həqiqətən çox böyük bir enerji ilə bizə təzyiq eləyirdi, düzdür. Birinci hissədə biz artıq fasilədə bəzi düzəlişləri etdik. Onu da qeyd etməliyəm ki, rəqibin qapımıza demək olar ki, çərçivəyə endirdi. 2 möhtəşəm bir zərbə idi ki, o möhtəşəm zərbə ilə fərqləndirilər. İkinci qolda ola bilər bizim bir səhvimiz oldu, amma bir şey yanından çıxartmamalıyıq ki, biz səfərdəyik və biz Danimarka çempionuna qarşı çıxış edirik və biz çalışdıq ki, bugün daha çox topa nəzarət edək, daha çox cəsur şəkildə oynayaq, amma onu da nəzərə alın ki, bizim o qədər də çox böyük təcrübəmiz yoxdur. Bəzi oyuncularımız demək olar ki, bu cür müsabiqələrdə, bu cür oyunlarda ilk dəfədir ki, çıxış edirlər. Bu oyunlardan bizim yaxşı dərs çıxartmamız lazımdır və bu yaxşı dərs çıxartdıqdan sonra daha çox öz inkişafımıza fikir verməliyik. Son sual, burada azarkeşlər sizə möhtəşəm bir atmosfer. Last question. Cavab maçında komandanın azarkeşlərinə nə mesaj vermək istəyir? Here at this stadium, the atmosphere, the environment was incredible. And what message would you like to give to our supporters, to our fans? Dear Sabak fans, let's create even better atmosphere than we had here in Denmark. I know that, you know, if we fill up the stadium with your passion, with your support, with your belief, we really can go all the way. And the team will score a goal. But I really believe that you fans, you know, you can give us another goal, and that would be enough, you know, like for us to go to the next round, to Champions League playoffs. All together, we really can do it. So I really believe. So let's fill the stadium. Let's show that the support and the fan culture in Azerbaijan can be as good as in Europe, as in Denmark. Əziz sabah azarkeşləri, mən hər birinizi stadionumuza çağıram, stadionumuzu doldurmağa çağıram. Mən inanıram ki, biz buradakı atmosferdən daha yaxşı atmosfer yarada bilərik evdə. Gəlin stadionu doldurun, bizi dəstəkləyin, bizə inan. Mən sizə əmin eləyə bilərəm ki, biz qolumuzu vuracaq, amma o birisi qolu da sizin dəstəyinizin sayəsində vura bilərik. Gəlin bir yerdə birgə qarşıdakı növbəti mərhələyə keçən tərəf olun. Stadionu doldurun və bizə dəstək olun və bizə inanın. Thank you, coach. Thank you.